Vurma və bölmənin digər üsulları. Vurmanın çıxmaya görə paylamaq hadisəsindən istifadə etməklə misalları yaz. Baxaq. 6-nı vururuq 30-a, çıxaq. 6-nı vururuq 5-ə. 6-nı 30-a vursaq, 6-nı 3-ə vursaq 18, 0-a əlavə edirik. 18-in ardına çıxaq. 6-nı 5-ə vursaq 30. 180-dən 30 çıxsaq qalır 150. Burada yazırıq. 8 vuraq 100, çıxaq. 8 vuraq 5. 8-i 100-ə vursaq 800, 800-dən 40 çıxsaq qalır 760. 150 çıxaq 25 vuraq 4. 150-ni vururuq 4-ə çıxırıq. 25-i vururuq 4-ə. 150-ni 4-ə vursaq, əziz şagirdlər, 15-i ilk olaraq 4-ə vuruq. 15-i 4-ə vursaq 60, növbəti qalan sıfıra hasilimizə əlavə edirik. Çıxaq 25-i 4-ə vuranda 100. 600-dən 100 çıxanda qalır 500. Davam edək. 30 çıxaq 2 vuraq 4. 30 vuraq 4, çıxaq 2 vuraq 4. 30-u 4-ə vursaq 3 dəfə 4-ün 12, ardına 0 əlavə edirik. Çıxaq 2 dəfə 4-ün 8. 120-dən 8 çıxsaq qalır 112. 5 vuraq 40 çıxaq 2. 5-i vururuq 40-a, çıxaq. 5-i vururuq 2-yə. 5-i 40-a vursaq 5 dəfə 4-ün 20. 0 əlavə edirik. Çıxaq 5 dəfə 2-nin 10. 200-dən 10 çıxsaq qalır 190. Burada 3 vuraq 200 çıxaq 10. Yazırıq. 3 vuraq 200 çıxaq 3 vuraq 10. 3-ü 200-ə vursaq 3 dəfə 2-nin 6, 0 əlavə edirik hasilə. Çıxaq 3 dəfə onun 30. 600-dən 30 çıxsaq qalır 570. Davam edək. Vuruqlardan birini 2 ədədin cəmi və fərqi şəklində yazmaqla hasili tapın. Baxaq. 74 vuraq 5-i yaza bilərik. 70 üstə gələk 4 kimi vurarıq 5-ə. 70-i 5-ə vursaq üstə gələk 4-ü 5-ə vururuq. 70-i 5-ə vuranda 7 dəfə 5-in 35, 0 əlavə edirik hasilə. 4 dəfə 5-in 20. 350-nin üzərinə 20 gəlsək, edir 370. Davam edək. 28 vuraq 7. Çıxmaya görə də yaza bilərik. 28-in yerinə yaza bilərik. 30 çıxaq 2. Vuraq 7. 30-u 7-yə vura bilərik. Çıxaq 2-ni 7-yə vura bilərik. 30-u 7-yə vursaq, 3 dəfə 7-nin 21, edəcək 210 çıxaq, 2 dəfə 7-nin 14. 210-dan 14 çıxsaq, qalır 196. Davam edək. 296 vuraq 3-ü, 300 çıxaq, 4 kimi göstərə bilərik 296-nı. 300-dən 4 çıxanda 296-sı qalır, vuraq 3. 300-ü vururuq 3-ə, çıxaq 4-ü vururuq 3-ə. 300-ü 3-ə vursaq edir 900. 900-dən 12 çıxanda qalır 888. Davam edək. 108-i yaza bilərik. 100 üstə gələk 8, vuraq 3 kimi yaza bilərik. 100-ü 3-ə vura bilərik. Üstə gələk 8 vuraq 3. 100-ü 3-ə vursaq edir 300. Üstə gələk 8-i 3-ə vursaq 24. 300-ün üzərinə 24 gələndə 324. Asan üsulla seçməklə hasili tap. Burada 3-ü 5-ə vura bilərik. 15 vuraq 0-ı 4-ə vursaq edəcək 0, 0-ı neçəyə vursaq 0 edir. Burada isə necə yaza bilərik? Yaza bilərik. 3 vuraq 25,
3'ü 25'ə vura bilərik. Və yaza bilərik 2 vuraq 5 kimi. Bir qədər yer çatmayacaq. Birbaşa da yaza bilərik. 3'ü 25'ə vursaq 75. 2'ni 5'ə vursaq 10. 75'i 10'a vursaq edir 750. Davam edək. Burada yaza bilərik. 3 dəfə 7'nin 21 vuraq. 2'ni 5'ə vursaq 10. 21'i 10'a vursaq edir 210. 6'nı 3'ə vura bilərik. 6'nı 3'ə vursaq 18. 4'ü 5'ə vursaq 20. 18'i 20'yə vursaq, 18'i 2'yə vursaq 36. 0 əlavə edə bilərik. 360. İfadələrin qiymətini hesablayaq. 7 bölək 7. Baxın, bu 7'ni mötərizən kənarda 7'yə bölürük. Üstə gələk 21'i bölürük 7'yə. 7'ni 7'yə bölsək 1'i, 27'ni 7'yə bölsək 3'ü. 1'in üzərinə 3 gələndə edir 4. 150 bölək 5. Üstə gələk 15 bölək 5. 150'ni üzr istəyirəm, bu 5'dir. Səhvən 3 yazdım. 150'ni 5'ə bölsək, 15'i 5'ə bölsək 3'ü 0 əlavə edirik ardına. Üstə gələk 15'i 5'ə bölsək 3'ü edəcək 33. %60 bölək 8 çıxaq 24 bölək 8. 160'ı 8'ə bölsək, 16'nı 8'ə bölsək 2'si 0'a ardına əlavə edirik. Çıxaq 24'ü 8'ə bölsək edir 3. 20'dən 3 çıxanda qalır 17. Burada yaza bilərik. 200 bölək 4 çıxaq 4 bölək 4. 200'ü 4'ə bölsək edir 50. Baxın, belə bölə bilərsiniz. 20'ni 4'ə bölsəz 5. Yerdə qalan 0'a əlavə edirsiniz qismətə. Çıxaq 4'ü 4'ə bölsəz 1. 50'dən 1 çıxanda edir 49. Davam edək. Bölməni 2 uyğun ədədin cəmi və fərqi şəklində yazmaqla qisməti tapın. Necə yaza bilərik? 84'ü asan olsun deyə yaza bilərik. 84'ün yerinə yaza bilərik. 63 üstə gələk 21. Belə yaza bilərik. 63'ün üstünə 21 gəldi edir 84 bölərik 7'yə. Sonra 63'ü bölərik 7'yə. Üstə gələk 21'i bölərik 7'yə. 63'ü 7'yə bölsək edir 9. Üstə gələk 21'i 7'yə bölsək edir 3. 9'un üstünə 3 gələndə edir 12. 90 bölək 5'i düşünərək ən uyğun üsul ilə necə yaza bilərik? Hansı 2 ədədin cəmi şəklində göstərə bilərik? 92 rahatlıqla 5'ə bölək. 50 5'ə bölünür. Üstə gələk 50 və 40 kimi göstərə bilərik. 40 5'ə bölünür. Sonra isə 50'ni 5'ə bölürük. Üstə gələk 40'ı 5'ə bölürük. 50'ni 5'ə bölsək 10, 40'ı 5'ə bölsək 8 edir 18. 90'ı 5'ə böləndə 18'i düşür. Burada baxaq. 168 üstə gələk 168'i necə göstərə bilərik? Baxın əziz şagirdlər. Bunun bu hissəsinə baxın 16. Düzdürmü? 168'i necə göstərə bilərik? 16 8'ə bölünür də ardında da 0 olsa edir 160. Demək 168'ə bölünür. 168 160 üstə gələk 8 kimi yaza bilərik. Sonra 8'ə bölə bilərik. İlk öncə düşünürük ki, hansı 2 ədədin cəmi şəklində göstərək ki, hər 2 ədəd 8'ə bölünsün. 160'ı bölürük 8'ə, üstə gələk 8'i bölürük 8'ə. 168'ə bölsək 16'nı ilk öncə 8'ə bölürük, edir 2. Yerdə qalan bu 0'ı yazırıq qismətə. Üstə gələk 8'i 8'ə böləndə edir 1. 20'nin üzərinə 1 gələndə edir 21. 168'i 8'ə böləndə 21'i düşür. Davam edək. 321 bölək 3'ü necə yaza bilərik? Necə yazaq ki, asan bölək? Yaza bilərik 300. 300 3'ə bölünür, düzdürmü? 21'i də ayrı yazaraq 300 üstə gələk 21 bölək 3. Sonra isə 300'ü 3'ə bölürük. Üstə gələk 21'i 3'ə bölürük.
300'ü 3'e bölsək 100'ü, üstə gələk 21'i 3'e bölsək 7'si. Toplayanda edir 107. 392'ni 8'e bölsək, düşünürük. Necə göstərək ki 8'e bölək? Burada göstərə bilərik. 392 bölək 8'i. Göstərə bilərik. 320, yəni bu 32 8'e bölünsün. Üstə gələk 72. 320'nin üzerine 72 gelsək 392 edir. Bax bu ifadəni biz 392'nin yerine yazırıq. Bölək 8. Ve yazanda düşünürük ki, hər ki burada yazdığımız cəm ədəd 8'e bölünsün hər ikisi. 320'ni bölürük 8'e, üstə gələk 72'ni bölürük 8'e. Bərabərdir. 320'ni 8'e bölsək, 32'ni 8'e bölsək 4, 0 əlavə edirik ardına. Üstə gələk 72'ni 8'e bölsək 9. 40'ın üzerine 9 gəlsək edir 49. Asan üsul seçməklə hesabla baxaq. 48'i yaza bilərik. 40 üstə gələk 8. Sonra vura bilərik 6'ya. 40'ı vururuq 6'ya. Üstə gələk 8'i vururuq 6'ya. 40'ı 6'ya vursaq 4 dəfə 6'nın 24, 0 yazırıq ardına. 46'ya vuranda 240. Üstə gələk 8 dəfə 6'nın 48. 240'ın üzerine 48 gelsək 40'ın üzerine 48 gələndə 88 edəcək 288. Devam edək. 212'ni 2'ye bölsək yaza bilərik 200. 200 2'ye bölünür, düzdürmü? Üstə gələk 12 də 2'ye bölünür. Bölək 2. Sonra isə yaza bilərik 200 bölək 2. Üstə gələk 12 bölək 2. 200'ü 2'ye bölsək, 2'ni 2'ye bölsək 1'i 0 ara ardına yazırıq. Üstə gələk 12'ni 2'ye bölsək 6'sı burada edəcək 106. Yəni 212'ni 2'ye bölsək 106'sı düşür. Əziz şagirdlər, şifahi üsuldan bu üsullar bizə nəyə kömək edir? Bu üsulları artıq davamlı olaraq yazdıqca bizdə şifahi bölmə, hesablama aparmaq qabiliyyəti formalaşır. Biz bunu yazırıq, sonra şifahi böləndə də bu yollardan beyninizdə düşünərək istifadə edib tez cavabı deyə bilərsiniz. 189 bölək 3'ü göstərə bilərsiniz. 180 üstə gələk 9 kimi bölək 3. 180'i 3'e bölə bilərsiniz. Üstə gələk 9'u 3'e bölə bilərsiniz. 180'i 3'e bölsəz, 18'i 3'e bölsəz 6 0 əlavə edəcəksiniz ardına. Yəni bu 0'ı 9'u 3'e bölsəz 3'ü. 60'ın üzerine 3 gələndə edir 63. 357 bölək 7'ni necə göstərə bilərik? 357, bax bura 35'dir, düzdürmü? Biz bu 35, 350 göstərək. Üzərinə gələk 7'ni bölək 7'yə. 350'ni 7'ye bölsək, 350 bölək 7, üstə gələk 7 bölək 7. 350'ni 7'ye bölsəz edəcək 35'i 7'ye bölsəz 5, 0 yazırıq ardına 50, 7'ni 7'ye bölsək 1, 50'nin üzerine 1 gələndə edir 51. 406 bölək 2'ni göstərə bilərik 400, üstə gələk 6 kimi bölək 2. 400'ü bölərik 2'yə, üstə gələk 6'nı bölərik 2'yə. 400'ü 2'ye bölsək 200, üstə gələk 6'nı 2'ye bölsək 3. 200'ün üzerine 3 gələndə edir 203. Devam edək. Uyğun misallar yaz. Asan üsullardan istifadə etməklə ədədi tap. 200 ədədindən 20 vahid kiçik ədəddən 3 dəfə böyük ədəd. Deyir ki, 200 ədədindən 20 vahid kiçik ədəddən 3 dəfə böyük ədəd. 200 ədədindən 20 vahid kiçik olsun və bu ədəddən 3 dəfə böyük ədəd. Vurub açaraq da hesablaya bilərik. Burada vurub çıxada bilərik. 200'ü vurarıq 3'ə, çıxaq 20'ni vurarıq 3'ə. 200'ü 3'ə vursaq 600. 600'dən çıxarıq
20-ni 3'ə vursaq 60. Burada qalar 540 və ya 200-dən 20-ni çıxsaz 180. 180-i 3'ə vurmaqla da 540'ı ala bilərik. Rəqəmləri müxtəlif olan ən böyük 3 rəqəmli ədəddən 7 dəfə kiçik olan ədəd. Rəqəmləri müxtəlif olan ən böyük 3 rəqəmli ədəddən 7 dəfə kiçik olan ədəd. Rəqəmləri müxtəlif olan ən böyük 3 rəqəmli ədəd. Rəqəmləri böyükdən kiçiyə doğru düzürük. 987. Rəqəmləri müxtəlif olan ən böyük 3 rəqəmli ədəddən 7 dəfə kiçik ədəd. Bölək 7. Biz bunu hansı 2 ədədin cəmi şəklində göstərə bilərik? 987 bölək 7-ni. %141 edəcək, amma 2 ədədin cəmi şəklində göstərməliyik. Asan bölək deyə. Məsələn, burada yaza bilərik. 700 üstə gələ 287 yazsaq. Belə də bölmək olar, amma daha bir rahat üsuldan yaza bilərik. Belə də yaza bilərik məsələn. 700'ün üzərinə 287 gəl. Belə də yaza bilərik. 700 üzərinə gələk 280, üzərinə gələk 7-ni. Bölək 7. 700'ü bölək 7-yə, üstə gələk 280'i bölək 7-yə, üstə gələk 7-ni bölək 7-yə. 700 7-yə bölsək 100, 280'i 7-yə bölsək edəcək 40, 7-ni 7-yə bölsək 1 edir 141. Bu üsuldan da yaza bilərik. Davam edək. 400 ədədindən 8 vahid böyük ədəddən 4 dəfə kiçik ədəd. 400 ədədindən 8 vahid böyük ədəddən 400 ədədindən 8 vahid böyük olan ədəd, yəni 408 ədədindən 4 dəfə kiçik ədəd bölürük 4-ə. 400'ü bölürük 4'ə. Üstə gələk 8'i bölürük 4'ə. 400'ü 4'ə bölsək 100, üzərinə gəlirik. 8'i 4'ə bölsək 2. Burada edəcək 102. Davam edək. Ən böyük 2 rəqəmli cüt ədəddən 5 dəfə böyük ədəd. Ən böyük 2 rəqəmli ədəd 99'dur. Amma bizə deyir, ən böyük 2 rəqəmli cüt ədəd. 2 rəqəmli olsun və cüt olsun. Edəcək 98. 5 dəfə böyük ədəd dediyi üçün 98'i vururuq 5'ə. 98'i göstərə bilərik. 90 üstə gələk 8 kimi vurarıq 5'ə. Sonra isə 90'ı 5'ə vurarıq. Üstə gələk 8'i 5'ə vurarıq. 90'ı 5'ə vursaq, 9 dəfə 5'in 45, yəni edəcək 450. Üzərinə gəlirik 8 dəfə 5'in 40. Burada edəcək 490. Davam edək. Vuruq hasil cədvəli tamamlamağı istəyir bizdən. Siz əziz şagirdlər, yəni burada hesablama aparmaq üçün yer verməyib, siz ancaq kənarda hər hansı bir dəftər üzərində hesablama apara bilərsiniz. Vuruq hasil. Hasili tapmaq üçün vuruqları vururuq. 5 dəfə 4'ün 20, 0 yazırıq 2 yadda, 5 dəfə 3'ün 15, 2 də yadda 17 edir 170. Baxaq. Məchul vuruğu tapmaq üçün hasili məlum vuruğa bölürük.
18'in içində 6 edəcək 3 dəfə. 6-nı 6-ya bölsək 1 dəfə edəcək 31. Vuruq hasil. Birinci vuruğumuz 120'dir, ikinci vuruğumuz 0'dır. İstənilən bir ədədi 0'a vurduqda hasil 0 edir. Vuruq, ikinci vuruq məchuldur, bilmirik. Digər vuruğumuz isə 318'dir. Burada edəcək 106. Bunu belə də göstərə bilərsiniz, düşünə bilərsiniz. 300 üstə gələk 18 kimi 300'ü 3'ə bölsəz edəcək 100, 18'i 3'ə bölsəz edəcək 6. 100'ün üzərinə 6 gələndə 106. Bu qaydada da düşünə bilərsiniz. İndi isə bölmənin əlamətidir. Bölünən, bölən, qismət. Bölünən, bölən, qismət. Qisməti tapmaq üçün bölünəni bölənə bölürük. 160'ı 5'ə bölürük. 160 bölək 5'i düşünə bilərsiniz. 150 üstə gələk 10 kimi. 150'ni 5'ə bölsəz edəcək 30. Onu da 5'ə bölsəz edəcək 2. 30'un üzərinə 2 gəlsəz edəcək 32. Bu qaydada düşünə bilərsiniz. Burada isə bölünən, bölən, qismət. Məchul böləni tapmaq üçün, burada bizdən böləni istəyir. Böləni tapmaq üçün bölünəni qismətə bölürük. 202'ni bölürük 2'yə. Bu cür düşünə bilərsiniz. Bax 202'nin yerinə 200 üstə gələk 2 kimi düşünə bilərsiniz. Sonra 2'yə bölərsiniz. 200'ü 2'yə bölsəz edəcək 100. 2'ni 2'yə bölsəz edəcək 1. 101. Bax bu qaydada düşünə bilərsiniz. Məchul bölənimiz 101 imiş. Burada isə 624'ü 6'ya bölüb beyninizdə düşünə bilərsiniz. 624'ü 6'ya bölübsə 600 üstə gələk 24 kimi düşünə bilərsiniz. 600'ü 6'ya bölsəz 100'ü 24'ü 6'ya bölsəz 4'ü. 100'ün üzərinə 4 gələndə edir 104. Qismətimiz 104'dür. Davam edək. Məchul böləni tapmaq üçün dedik ki, bölünəni qismətə bölürük. Bölünəni qismətə bölürük. Burada bizə verib 459. 450 üzərinə 9 kimi düşünə bilərsiniz. 450'ni 9'a bölsəz edir 50. 9'u 9'a bölsəz 1. 50'nin üzərinə 1 gəlsəz 51. Bu qaydada da düşünüb yaza bilərsiniz. Hasili təxmin et. Hasili təxmini olaraq baxın belə düşünə bilərik. 4'ü vurarıq. 28'i yuvarlaq olaraq götürürük. 28'i 30 kimi yaza bilərik. 4 dəfə üçün 12 təxmini olaraq 120'dir. 0 da əlavə edərik ardına. 58'i götürə bilərik 60 kimi. Vurarıq 7'yə. 6 dəfə 7'nin 42. 0'a ardına əlavə edərik. 6 vuraq 47 yaxındır 50'yə. Yuvarlaq olaraq 50 kimi düşünə bilərik. 6 dəfə 5'in 30. 0 da əlavə edirik ardına. 248'i götürə bilərik 300 kimi. Vurarıq 3'ə. 3 dəfə üçün 9. 0 0. 900. 200 vuraq 387. Üzr istəyirəm 2 vuraq 387. 387'ni götürə bilərik 400 kimi. Və 2'ni 400'ə vursaq edir 800. 292'ni götürə bilərik 300. Vururuq 2'yə 600. Yəni bu cavablar bizim təxmini cavablarımızdır. Qisməti təxmin edin. Təxmin edək. 93'ü yuvarlaq olaraq 90'a yaxın götürə bilərik. 90'ı bölərik 9'a. 90'ı 9'a böləndə edir 10. 542'ni yuvarlaq olaraq 6'ya bölmək üçün, rahat bölmək üçün 540 götürək. 540'ı bölək 6'ya edir 90. 97 bölək 5'i 97'ni 100 götürə bilərik. 100'ü bölürük 5'ə edir 20. 345. 345'i götürə bilərik 350 kimi. 350'ni 7'yə bölsək, 35'i 7'yə bölsək 5'i 0'a əlavə edirik qismətə 50. 212 bölək 2'ni götürə bilərik
200, 212 bölək 3'ü götürə bilərik. 210 bölək 3 kimi. 21'i 3'e bölərik 7'si. 0'a əlavə edirik qismətə 70. 396'nı yuvarlaq olaraq götürə bilərik. 900 bölərik 9'a. 900'ü 9'a böləndə edir 100. Burada yuvarlaqlaşdırma bərabərliyi doğru yazmalıyıq. Cavabı təxmin et. 57'ni yaza bilərik 60 bölək 6. 66'ya bölsək 10'u. 62 vuraq 6'nı yaza bilərik 60 vuraq 6. 6 dəfə 6'nın 36, 0 da əlavə edirik 360. 52 vuraq 5'i yaza bilərik 50 vuraq 5. 5 dəfə 5'in 25, 0'a əlavə edirik 250. 423'ü 7'yə bölsək göstərə bilərik 420 bölək 7 kimi. 42'ni 7'ye bölsək 6'sı 0 əlavə edirik. 802 bölək 8'i 800 bölək 8 kimi yazırıq. Burada edir 100. 123 bölək 4'ü göstərə bilərik 120 bölək 4 kimi. 120 bölək 4 kimi. 12'ni 4'e bölsək 3, 0 əlavə edirik 30. Hesabla və müqayisə et. Baxaq. Uyğun olaraq hesablayaq. 2'ni 9'a 2'ni 5'e vura bilərik 10. Onu da 9'a vursaq edir 90. Burada isə 45'in üzərinə 15 gəlirik. 45'in üzərinə 15 gəlsək, öncə 45'in üzərinə 10 gəlin. 55 üzərinə 5 gələndə 60. 60'ı 2'yə vura bilərsiniz. Sizə asan olsun deyə belə vura bilərəm. 2'ni 0'a vursaq 0, 2'ni 6'ya vursaq 12. 120. 90 kiçikdir 120'dən. Baxın, biz bayaq dedik ki, 0'ı nəyə vursaq 0 edir. 5'i 0'a vursaq 0, 0'da 4'ə vursaq 0. Bərabərliyin sol tərəf etdi 0. Baxırıq digər hesablamaya. Öncə 36'nın üzərinə 28 gələcəyin. 36'nın üzərinə 28 gəlsək 64 edir. 6 hesablayaq təklikdən başlayaraq. 6'nın üzərinə 8 gəlsək 4, 14, 4 yazırıq 1 yadda. 3'ün üzərinə 2 gəlsək 5, bir də yadda 6. 64. Baxın, buraya edir 64. Sonra 64'ü 4'e bölürük. 64 bölək 4. 64 bölək 4'ü beyninizdə düşünə bilərsiniz. 40 üstə gələk 24 kimi. 40'ı 4'e bölsəz 10'u, 24'ü 4'e bölsəz 6'sı. Onun üzərinə 6 gəlsəz edəcək 16. Və ya 6-6 da bölə bilərsiniz. 64 bölək 4'ü. 6'nın içərisində 4 bir dəfə. Bir dəfə 4'ün 4. Altdan 4 çıxanda ikisi 4'ə əlavə edirik. 24'ün içərisində 4. 6 dəfə. 6 dəfə 4'ün 24. Edir 16. 16'dan 16 çıxanda 0. 0 bərabərdir 0. Burada baxaq. 41'i 5'ə vuraq. 41 vuraq 5. 5 dəfə 1'in 5. 5 dəfə 4'ün 20. Edəcək 205. Burada ilk öncə mötərizən için yazırıq. 600'dən 30'u çıxırıq. 600'dən 30 çıxsaq 570 edir. Gəlin belə hesablayaq. 600'ü bölək 3'ə. 600'ü 3'ə bölsək 200. 30'u bölək 3'ə. Edir 10. 200'ün üzərinə 10 gəlsək edir 210. Mötərizənin içi elədi 210. 15'də 0'a vursaq edir 0. Burada edəcək 210. Burada 570 qalırdı. Burada mən neysə yanlış mı yazmışım? Bir dəqiqə. 600'dən 30 çıxsaq 570. Burada çıxaq deyə üzr istəyirəm. Mən toplamışam, ona görə cavab deyirəm nəyə görə yanlış olur. Burada 600'ü 3'ə bölsəz edir 200. 30'u 3'ə bölsəz edir 10. 200'dən də 10 çıxırıq. Bura 190 edəcək. 15'i də 0'a vursaq 0. Həmçinin belə də yaza bilərsiniz. 600'dən 30 çıxsaz qalır 570. 570'i də 3'ə bölərsiniz. 5'in içində 3 bir dəfə, bir dəfə 3'ün 3. 5'dən 3 çıxsaz qalır 2'si. 7'ni düşürdürük 2'nin yanına. 27'nin içində 3 9 dəfə, 9 dəfə 3'ün 27. 0, bu 0'ı da gətiririk qismətə. 190.
205 kiçikdir 190-dan. Ümid edirəm başqa yerdə toplama, çıxma olan hissələrdə diqqətsizlik etməmişəm. İzahlarımız bu qədər əziz şagirdlər. Növbəti izahlarda